Biz bugün gelecek Pesach üçün intensiv öyrənməyə başlayırıq. Biz burada nəyə ən çox diqqət yetirməliyik? Biz Pesachın ərəfəsindəyik. Biz bayramları necə öyrənirik? Yəni, o cür öyrənmirik ki, necə ki, cədvələ, təqvimə uyğun olaraq bu bayramlar gəlir. Biz öz yolumuzu öyrənirik. Yəni, son islaha doğru irəliləyişimizi öyrənirik. Bu yol qısa deyil və orada çoxlu sayılı mərhələlər var. Bu, ilkin mərhələdir, bizə yaxın olan ilkin mərhələdir. Hansını ki, biz öyrənməliyik, hiss etməliyik. Biz bu prosesdə hardayıq? Yəni, bizim təbiətimiz almaq istəyi hansı formadadır və biz bu bayrama necə düzgün münasibət bəsləməliyik? Bu, həyatımızda olan hər şeydə belədir. Biz onu həm şər, həm xeyir kimi hiss etməliyik, o olduğumuz vəziyyətləri, nəyə görə bu vəziyyət sürgün vəziyyəti adlanır, nəyə görə o Misir adlanır, nəyə görə biz bu vəziyyətdən keçməliyik, yəni Misirdə sürgündə olmalıyıq və bu hər kəs üçün, kim ki sonra İsrail torpağına daxil olmaq istəyir, Misirdən çıxmaq istəyir və alim pillələrlə qalxmaq istəyir, ruhani pillələrlə. Yəni, bütün bu hallar ona görə öyrənilir ki, bu Misir sürgünü deyilən bir vəziyyəti, yəni ruhani müqəddəslikdən uzaq bir vəziyyəti anlaya bilək və bu vəziyyəti öyrəndikdə, yəni həm xeyir vəziyyətini, həm sürgün vəziyyətini, hansı ki, o nə dərəcədə bizi tərbiyələndirir, bizi formalaşdırır, bizi öyrədir, o zaman biz başa düşəcəyik ki, bu vəziyyət bizim üçün zəruridir və biz artıq sürgündən qurtuluşa doğru çıxa bilərik. Yəni, qurtuluş sürgün olmadan mümkün deyil. Və sürgün nədən ibarətdir? Bunu öyrənəcəyik sizinlə birlikdə. Bu, fiziki sürgün deyil. Bu, elə deyil ki, orada yiyəsi və içiləsi bir şey yoxdur. Elə deyil ki, orada bir fiziki ağır işlər var. Əksinə, sürgün bu ruhaniyyətdən sürgün kimi biz bunu təyin etməliyik. Amma biz hələ bilmirik ruhaniyyət nədir. Məhz o vaxt ki, biz sürgün adlanan vəziyyətin daxilində olduqda, biz artıq ruhaniyyətin nə olduğunu hiss etməyə başlayırıq. O, harada mövcuddur, nəyə görə biz ondan bu qədər uzağıq, bizim nəyimiz çatmır ki, bizə ruhaniyyətə bizim ehtiyacımız var və tədricən biz kelim və müəyyən bir tələbat hiss edirik bu ruhaniyyətə və bu tələbatın nəticəsində, hissanotun nəticəsində onlar lap yüksək səviyyəyə, dərəcəyə çatdıqda o zaman biz sürgün adlanan vəziyyətdən qaçırıq və o doğrudan da bizim üçün dözülməz bir vəziyyət kimi olur və biz o vəziyyətdən çıxırıq. Ona görə də bizim indi mövcud olduğumuz bu vəziyyətdən biz sürgünün nə olduğunu, qurtuluşun nə olduğunu öyrənirik. Bu, zəruri bir vəziyyətdir.